Emoş Hanım'ın isteğiyle çektim bu uzun videonu. Yoksa ben həmişə kısa metrajlı filmler çekirdim, bir an videolar. Ama Türkiye'den Emoş Hanım dedi ki, xahiş edirəm, uzun video, kısa videolar dedi, bakmak istemiyorum. Ben de onun xahişini nəzərə aldım. Uzun video çektim. Yoksa ben çektiğim videolar hamısı 2 kelimelik söz, 10-15 saniye kısa videolardı. Yalnız Emoş Hanım, bu video sizin için çekilir. Benim yoksa videolarımın hamısı kısaydı. Baxış sayım çoxalsın diye kısa çəkirdim. Bir günə 40-45 min baxış gəlirdi. Ama bu indi biraz səhv olacaq. Bəlkə də heç elə də çox baxış gəlməyəcək. Ama olsun. Sizin xahişinizi nəzərə aldım. Güllərim hamısı çəkdim. Bu rəhli qaladı. 2 dənə rəngi bir dipçəyə basırmışam. Biri sarıdır, biri çəhrayı. Bütün çəhrayı düzdür. Bu da lavantamdır. Aloe veramdır. Narıncı balaca qızılgüldür. Bu böyümür. Cırtdan qızılgül deyirlər. Bu da abutulyondur. Deyirlər bu gül güyə ailədə bağlılıq yaradır. Söz söhbət yaranmasının güyə qarşısını alır. Bilmirəm, deyirlər sınanmış güldür. Ve mən alıb gətirəndə marşrutda bir xanım dedi ki, onun yaşlı bir xanım, harca bir 70-75 yaşı olardı, bəlkə də daha çox olar. Dedi o gül sınanmış güldür. Qəşəngdir, bu da kaktuslarımdır. Hamısını iri dipçəyə basırmışam. Şimdi yola çıxıram, yoldakı gülümü çəkim. Burada abidə çiçəyi açıb. Bakın ne güzeldir. Ne güzelliği var. Öyle de sert çiçekleri var ki. Kavala.